Gölün kənarındakı otlaqda bir ördək yumurtlamışdı. İndi uzun müddət idi ki, yumurtaların üstündə oturmuşdu. Yayın əvvəlində yumurtaların qabığı çatladı. İçindən cik-cik səsləri eşidilməyə başladı. Ördək balaları bir-bir yumurtadan çıxmağa başladılar. Ana ördək baxıb gördü ki, hələ yumurtalardan biri çatlamayıb. Təzədən onun üstündə oturdu. Axır ki, bu böyük yumurta da çatladı. Bala cik-cik edərək yumurtadan bayıra çıxdı. Ancaq həm böyük, həm də çirkin idi. Bu zaman qonşu ördək onlara baş çəkdi. O çirkin ördək balasına baxıb dedi: "Bu haradan çıxdı? Heç o birilərin oxşamır. Yəqin Hind toyuğunun yumurtasından çıxıb. Bunu rədd elə, get balalarınla üzməyi öyrət." Amma ana ördək qonşusuna inanmadı. O balaları ilə birlikdə arxa yollandı. Özünü suya vurdu, balaca ördəklər də onun dalınca suya girdilər. Hamısı yaxşı üzürdü. Çirkin ördəkciyəz də onlardan geri qalmırdı. Ana ördək ona baxıb dedi: "Bu haradan Hind toyuğu oldu? Gör necə üzür, bu mənim öz balamdır." Günlər keçdi. Yağcıq ördəkciyəzlə heç kim oynamaq istəmirdi. Hamı ona lağ eləyirdi. Bəziləri hətta çimdikləyir, itələyirdilər. Axırda o dözməyib bu həyətdən uzaqlaşdı. Hasardan atılıb çölə tərəf getdi. Ördək balası bütün günü gəzdi. Nəhayət gəlib bir daxmaya çıxdı. Qapının arasından keçib içəri girdi. Daxmada bir qarı yaşayırdı. Onun pişiyi və toyuğu var idi. Onlar çox lovğa idilər. Özlərini ev sahibi sayırdılar. Bir dəfə toyuq ördək balasından soruşdu: "Sən yumurtlaya bilirsən?" Pişik isə soruşdu: "Sən siçan tutmağı bacarırsan?" "Yox," deyə çirkin ördək balası qorxa-qorxa dedi. Toyuqla pişik bir ağızdan dedilər: "Yumurtlaya bilmirsən, siçan tuta bilmirsən, bəs sən nə bacarırsan? Boş-boş veylənməyi." "Hə, mən buradan getsəm yaxşıdır," ördəkciyəz səsləndi. "Səni zorla saxlayan yoxdur, gedirsən get," deyə toyuq cavab verdi. Ördək oradan çıxıb getməli oldu. Yenə hara gedirdisə, hamı ona gülür, çirkliyinə görə ələ salırdı. Qış gəldi, havalar soyudu, hər yan qara büründü. Ördəkcik çox üzürdü ki, donmasın. O qədər üzdü ki, axırda yorulub buzun üstünə yıxıldı. Səhər tezdən yoldan keçən bir kəndli ördəkciyi gördü. O quşu evə apardı. Ördəkcik evdə qızınıb özünə gəldi. Beləcə yaza kimi kəndlinin həyətində qaldı. Kəndlinin balaca uşaqları vardı. Bir gün onlar ördəkciklə oynamaq istədilər. Amma o elə bildi ki, uşaqlar onu incitmək istəyirlər. Qorxudan həyətdə qaçmağa başladı. Axırda tullanıb süd qabının içinə düşdü. Uşaqların anası onu tutmaq istədi. Ördəkciyəz qaçmaq istəyəndə yağ qabına düşdü. Sonra unla dolu çəlləyə yıxıldı. Ay aman, gör indi nəyə oxşayırdı. Qadın maşanı əlinə alıb onun dalınca düşdü. Uşaqlar da qışqıra-qışqıra onun arxasınca qaçdılar. Yazıq ördəkciyəz qapıdan çıxıb bayıra qaçdı. Özünü kolluğa verdi. Yaz gələndə ördəkciyəz qanad çalıb uçdu. Artıq qanadları bərkimişdi. Uçub gözəl bir gölün kənarında yerə qondu. Birdən göldəki qamışlıqdan 3 dənə gözəl qoquşu çıxdı. Ördəkcik qərara gəldi ki, onların yanına getsin. Fikirləşdi: "Yəqin ki, çirkin olduğuma görə onlar məni dindirməyəcəklər. Nə demək olar? Demək bəxtim belə imiş." Bunu fikirləşib quşlarına tərəf üzməyə başladı. Onlar da ördəkçiyi görcək ona tərəf üzdülər. Ördəkçiyəz başını aşağı əyib utancaq halda dayandı.
birdən ayına kimi təmiz suda nə görsə yaxşıdır. O artıq çirkin ördəkciyəz deyildi. İndi ağappaq quşu olmuşdu. Quşları onun ətrafında üzür, dimdikləri ilə onu tumarlayırdılar. Bu zaman bağa balaca uşaqlar gəldilər. Onlar quşlarına çörək qırıntıları və dən atmağa başladılar. Təzə quşunu görüb çox sevindilər. Təzəsi gəlib deyə qışqırmağa başladılar. Ördək balası keçmiş günlərini yada saldı. Vaxtilə hamı ona lağ edirdi. Amma İndi heyranlıqla baxır, deyirdilər ki, o quşlar arasında ən gözəldir. O gözəl boynunu dik tutub sevinclə dedi: "Mərd çirkin ördək balası olanda ağlıma da gəlməzdi ki, belə xoşbəxt olaram."